Salam. 20 variant sınaq imtahanının 8-ci sınavına baxırıq. Mövzumuz dünya əhalisidir. Ölkədə əhalinin sayı 2015-ci ildə 7 milyon 250 min nəfər, 2019-cu ildə 7 milyon 830 min nəfər olmuşdur. Əhalinin orta illik artım faizini hesablayaq. Bunun üçün əhalinin ilk sayını 100% götürürük. Yəni 7 milyon 250 min nəfəri 100% götürürük. Aradakı fərqi isə x% götürürük. Çünki bizə sadəcə artan hissə lazımdır. Yəni burada 58 mini x% götürürük. X'in 8 olduğunu, yəni 8% olduğunu tapırıq və verilən şərtdə 4 il fərq olduğuna görə 2015-dən 2019-a 8% 4 il üçün olduğuna görə orta illik artım 2% olacaq. 8-i 4-ə bölərik 2%. Cavab B variantı. Azərbaycan əhalisi ilə bağlı doğru ifadələri müəyyən edək. Çoxmillətli dövlətli şərti doğrudur. Deməli, birinci şərtin verilmədiyi variantları silirəm. Şəki-Zaqatala iqtisadi rayonunda Qafqaz dil ailəsinə mənsub xalqlar yaşayır şərti doğrudur. Ləzgilər, avarlar, udillər, saxurlar. Deməli, ikinci şərtdə doğrudur. İkinci şərtin verilmədiyi variantda silirəm. Bütün düzənlik ərazilərdə əhalinin sıxlığı çoxdur şərti yanlışdır. Deməli, üçüncü şərtin verildiyi variantı silirəm. Beşinci şərtə baxa bilərik. Ən çox sıxlıq Abşeron yarımadasında müşahidə edilir. Şərti doğrudur. Cavab C variantı. 2000 və 2023-cü illərin statistik göstəricilərinə əsasən tərtib olunmuş yaş cins piramidasına əsasən doğru ifadələri müəyyən edək. Təbii artım azalmışdır şərtinə baxaraq. Gördüyümüz qədərlə 2000-ci ildə 0-4 yaşlıların ümumi faizi 8,8 olduğu halda 2023-cü ildə bu 6,2%-ə düşmüşdür. Deməli, təbii artım azalmışdır şərti doğrudur. Birinci şərtin verilmədiyi variantları silmək olar. Aşağı yaş qruplarında qadınların payı artmışdır şərtinə baxaq. 2000-ci ildə 0-4 yaşlıların nisbətində 4,2% qadın var idisə, 2023-cü ildə bu 2,9-a düşmüşdür. Və ya 5 və 9 yaşlıların nisbətində qadınlar 5,4% olmuşdursa, 2023-cü ildə bu 3,8%-ə düşmüşdür. Deməli, ikinci şərt yanlışdır. İkinci şərtin olduğu variantda silərim. Artıq 4-ə baxa bilərik. Əhalinin sayında yaşlı əhalinin payı artmışdır. Bəli, əgər körpələrin nisbəti azalırsa, yaşlıların nisbəti artacaq. Misal olaraq 65-69 yaşlıların sayına baxırıq. Burada 1,1 və 1,4 cəm 2,5% olduğu halda 2023-cü ildə bu 3,6% olmuşdur. Və ya 70-74 yaşlıların nisbəti 2023-cü ildə 1,7 olduğu halda 2000-ci ildə 2023-cü ildə bu nisbət olur 2%. Deməli, yaşlıların payı artması şərti doğrudur. Cavab Y variantı. Xəritə sxemə əsasən təbii artımın birinci tipi, yəni müasir tip və ya aşağı tipi səciyyəvi olduğu ölkələr, əsasən Avropa ölkələrini misal göstərmək olar. 1, 3 və 6 rəqəmləri ilə göstərilən Avropa ölkələrini, o cümlədən Ukraynadır, İspaniya və Şimali Avropa ölkələrindən biri. 1, 3, 6 cavab A variantı. Bəzi ölkələrdə ekstremal ərazilərdə əhali məskunlaşmaqdadır. Bu proses məskunlaşmada hansı amilin rolunun artdığını göstərir. Burada sənaye amilinin rolu artır. Belə ki, ekstremal ərazilərdə təbii sərvətlərin çıxarılması o ərazilərdə məskunlaşmanı labüd edir. A ölkəsində əhalinin sayı 24 milyon 500 min nəfər, illik təbii artım isə 147 min nəfər olmuşdur. Hər 1000 nəfərə düşən təbii artımı hesablayaq. Bunun üçün
Əhalinin ümumi sayını, yəni 24 milyon 500 mini ümumi artan əhaliyə nisbət edirik, yəni 147 min nəfərə. 1000 nəfərə də x nisbətini yazırıq. Buradakı 3 sıfırla buradakı 3 sıfırı eləmək olar. Buradakı 2 sıfırla buradakı 2 sıfırı 245 x bərabərdir 1470, x də bərabərdir 6. Yəni cavab Y variantı. Ölkədə əmək ehtiyatlarının sayı 5 milyon nəfər, işsizlik 10% olarsa, işsizlərin sayını hesablayaq. Əmək ehtiyatları iki yerə bölünür. Fəal və işsiz. Əgər əmək ehtiyatları cəmi 5 milyon nəfərdirsə və işsizlər də 10%dirsə, deməli 5 milyonun 10%-i 0,5 milyon olar. Yəni cavab Y variantı. Uyğunluğu müəyyənləyək. Aglomerasiya, megalopolis, peyk şəhər, urbanizasiya. Şəhərlərin böyüməsi və şəhər əhalisinin çəkisinin artması urbanizasiyadır. Yəni 4-ə A götürərik. Ən iri şəhər məskunlaşma formasıdır. Şərti megalopolisə aiddir. 2-yə B götürərik. İri sənaye mərkəzləri yaxınlığında yerləşən kiçik şəhərlərdir. Şərti peyk şəhərə aiddir. 3-ə C. Şəhər tipli yaşayış məntəqələrinin kompakt ərazidə toplanmasıdır. Şərti isə aglomerasiyaya aiddir. 1-ə də D. BDCA şərti D variantında ödənir. Xəritə sxemə əsasən əhalinin sıx və seyrək məskunlaşdığı əraziləri müəyyənləyək. Sıx məskunlaşma Cənubi Amerikanın şərqində, Cənubi Asiya, Hindistan zonasında və Böyük Çin düzənliyi ərazisində götürülə bilər. Yəni birinciyə A, C və Y götürülə bilər. Deməli, seyrək məskunlaşan səhralıq və kəskin kontinental ərazilər B səhra, D səhra, F isə kəskin kontinental. 2-yə B, D və F. Cavab A variantı. Təbii artımın azalmasına səbəb olan amillər. İnsanların həyat şəraitinin yaxşılaşması təbii artımın azalmasına səbəb olmaz. Deməli, birinci şərti silirik. Səhiyyədə vaksinlərin tətbiqinin genişlənməsi əslində kütləvi ölümlərin və ya xəstəliklərin qarşısını ala da bilər. Deməli, ikinci şərt də yanlışdır. Götürmürük. Ailə planlaşdırılması siyasətinin həyata keçirilməsi bu şərt ödənir. Əmək tutumlu sənaye sahələrinin inkişafı təbii artımın azalmasına səbəb olan amillərdən biri deyil. Dördüncü şərtdə B variantında sildik. Qadınların ictimai fəallığının artması qəbul edilə bilər və şəhər həyat tərzinin yayılması qəbul edilə bilər. Cavab D variantı. Qrup və dağınıq formada olan kənd yaşayış məntəqələrinə aid xüsusiyyətləri müvafiq olaraq müəyyən edək. Birinci və ikinci olaraq qeyd eləsək, bir və ya bir neçə ailə yaşayır şərti dağınıq kənd formasına aiddir. Bir-birlərindən kifayət qədər uzaqda olan, deməli, ikinciyə 1. Bəzi ölkələrdə ranço və fazenda adlanır şərti də dağınıq formaya aiddir. 2. Azərbaycanda kənd yaşayış məntəqələri bu tiplidir, qrupa aiddir. Birinciyə 3. Yüzlərlə, minlərlə əhali yaşayış şərti də qrup halında olan kəndlərə aiddir. Birinciyə 4. Amerika, Avstraliya və Şimali Avropa ölkələrində yayılmışdır şərti. Hətta Qazaxıstanı da buna aid eləmək olar, Braziliyanı da aid eləmək olar. Deməli, ikinciyə 5. Və məktəb, uşaq bağçası, xəstəxana, sosial infrastruktur obyektləri fəaliyyət göstərir şərti də qrup halında olan kəndlərə aiddir. Birinciyə 6. Cavab B variantı. Doğru sıraları müəyyən edək. Megalopolis şəhər aglomerasiyaları. Reyn boyu megalopolisinə Liverpool şəhəri aid olmaz. Birinci şərti silirik.
Çipits meqapolisinə Chicago, Detroit, Pittsburgh kimi şəhərlər aiddir. Deməli, ikinci şərt doğru olduğuna görə B variantını silə bilərik. Tokaydaya Tokyo, Osaka, Yokohama, Kyoto kimi şəhərlər aiddir. Deməli, 3 də doğrudur və 6-ya baxaq. İngiltərədə London və Manchester aglomerasiyaları mövcuddur. Cavab C variantı. BMT-nin əhali fondunun fəaliyyət proqramına aid deyil. Nəzərinizə çatdıraq ki, əhali fondunun fəaliyyəti əhalinin təbii artımını və azalmasını tənzimləyən bir fəaliyyətlə məşğuldur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi şərti aid deyil götürürük. İnkişafda olan ölkələrdə ailə planlaşdırılması və doğum tənzimlənməsi şərti aid olduğu üçün götürmürük. Əhalinin istifadə etdiyi içməli suyun keyfiyyətinin müəyyən edilməsi şərti aid deyil götürürük. Ətraf mühitdə baş verən dəyişikliklərin insan sağlamlığına təsirinin öyrənilməsi aid deyil götürürük. Əhalinin artımı ilə bağlı maarifləndirmə işləri aiddir götürmürük. Deməli, cavab A variantı. Doğru sıraları müəyyən edək. Dil qrupu və xalqlar. Slavyan dil qrupuna polyaklar və ruslar aiddir. Biri götürərik. Deməli, birin olmadığı variantı silirəm. Roman dil qrupunda İspanlar, İtalyanlar aiddir. Götürərik. 1, 2. Deməli, D variantını silmək olar. German dil qrupunda İsveçlilər var, amma finlər yoxdur. Onlar Fin-Uqor dil qrupuna aiddir. Deməli, 3-cü şərt yanlışdır. Və 5-ə baxarıq. Hind-Ari, Hindistanlılar və Pəncablılar. Bu da doğrudur. 1, 2, 5. Cavab C variantı. Xəritə sxemi əsasən insan inkişaf indeksinin çox yüksək olduğu ölkələr müəyyən edək. İnsan inkişaf indeksi orta ömür müddətini, orta illik milli gəliri və əhalinin savadlılıq səviyyəsini göstərən bir əmsaldır. Buna Şimali Avropa ölkələrini, Kanadanı, Avstraliyanı aid eləmək olar. Cavab B variantı. Azərbaycanda əhali ilə bağlı doğru ifadələri müəyyən edək. Kənd əhalisinin payı artmaqdadır şərti yanlışdır. Deməli, C variantı, Y variantı və D variantı eləndi. Ferma tipli kənd yaşayış məntəqələrinin sayı çoxdur şərti yanlışdır. Bizdə qrupdur əsasən. Şəhər əhalisinin payı çoxdur. Bəli, 54%-dən şəhər əhalisinin payı çoxdur. İri şəhərlərdə iş tapmaq imkanlarının çox olması əhalinin cəlb edir şərti doğrudur. Və 6-20-ci əsrin ortalarında sənaye şəhərləri salınmışdır şərti doğrudur. Cavab B variantı. Cənubi Asiya regionundan əhalinin daha çox miqrasiya etdiyi inkişafda olan ölkələr. Cənubi Asiyadan əhali əsasən neft sənayesində işləmək üçün Birləşmiş Ərəb Əmirliyinə, Qətərə və Səudiyyə Ərəbistanına, daha da etsək İran körfəzi ətrafında olan neft ölkələrinə miqrasiya edirlər. 1, 4, 6 cavab C variantı. Əhalinin təbii artımına görə ölkələri müqayisə edək. Burada əhalinin ümumi sayını təbii artımla nisbətləndirib ümumi artımını hesablamaq olar. Yəni 16.500.000 nəfər əhalisi olan bir ölkədə 12 nəfər doğulmuş və 6 nəfər dünyasını dəyişmişsə, deməli 6 nəfər artım var 1000 nəfərə. Biz də yazırıq ki, 1000 nəfərə 6-dırsa 16.500.000-ə x olar. Burada cavab 99.000-dir. Deməli, A ölkəsində 99.000. Müvafiq olaraq həll edib B ölkəsində bu rəqəmin 102.400 olduğunu və C ölkəsində 156.800 olduğunu tapa bilərik. Yəni, C böyükdür B-dən, o da böyükdür A-dan şərti D variantında ödənir. Yalançı urbanizasiya prosesi üçün xarakterikdir. Bu haqda biraz məlumat verək. Yalançı urbanizasiya şəhərə kütləvi şəkildə gələn və şəhər ətrafında gecəqondu, bidonvil, favela kimi özlərinə yaşayış məntəqələri quran insanların formalaşdırdığı urbanizasiyadır. Urbanizasiya prosesi sistemsiz xarakter almışdır şərti doğrudur. Əhalinin
sayı iş yerlərinin artım sayını üstəldiyi şərti doğrudur. Şəhərlərdə əhalinin təbii artımı aşağı olması yanlışdır. Şəhərlərin dərinli inkişafı yanlışdır. Şəhərlərin ətrafında kasıb rayonlar yaranır şərti doğrudur. 1, 2, 5 cavab C variantı. Ekstremal şəraitli əraziləri müəyyən edin. Belə ərazilər istifadəsi çətin və ya qeyri-mümkün olan ərazilərə deyilir. Bura yüksək dağlıq əraziləri, buz və ya qum səhralarını götürmək olar. Kanadanın şimalı, Rusiyanın şimalı və Avstraliyanın qərbi buna misal ola bilər. Cavab C variantı. Demoqrafik partlayışın səciyyəvi olduğu ölkələr. Buraya biz elə A variantını götürə bilərik. Uganda, Kenya və Haiti ölkələri buna misal ola bilər. Demoqrafik partlayış əhalinin körtəbii sürətlə artımıdır. Təbii artımın ikinci tipinin səciyyəvi olduğu ölkələr əsasən inkişafda olan ölkələr götürülə bilər və ya əhalinin təbii artımının yüksək səviyyədə olduğu ölkələr götürülə bilər. Buraya Rusiyanı götürmək olmaz, A variantı silinər. B variantında Latviya götürmək olmaz, Latviyanı deməli B variantda silinər. C variantında Moldova bu şərti ödəməz, ancaq D variantında bütün ölkələr təbii artımın ikinci tipinə aid ola bilər. Ölkə əhalisi 18 milyon 500 min nəfər, kənd əhalisi isə 7 milyon 400 min nəfər olarsa, şəhər əhalisinin neçə faiz olduğunu müəyyən edək. Əgər ümumi əhali 18 milyon 500 min nəfərdirsə və kənd əhalisi 7 milyon 400 min nəfərdirsə, deməli şəhər əhalisi 11 milyon 100 min nəfərdir. Və əgər 18 milyon, yəni 18,5 milyon 100% olarsa, 11,1 milyon x faizi olar. Burada şəhər əhalisi 60%dir. Azərbaycanda əhalinin sıx məskunlaşdığı əraziləri müəyyən edək. Buraya biz Lənkəran ovalığını, Samur Dəvəçi ərazisini və Naxçıvan şəhərinin ərazisini götürə bilərik. 4, 5, 6. Şimal və Şərq yarımkürəsində yerləşən aglomerasiyaları müəyyən edək. Kəlkütdə Hindistandadır, götürərik. Jakarta Cənub yarımkürəsindədir, götürməliyik. Lagos Nigeriyada Şimal və Şərq yarımkürəsindədir, götürərik. Rio de Janeiro qərb yarımkürəsindədir və cənubdadır, götürməliyik. Detroit qərb yarımkürəsindədir, götürməliyik. Karachi Şimal və Şərq yarımkürəsindədir, Pakistanda götürərik. 1, 3, 6. Xristian dininə etiqad edən türk xalqları. Bu sualda yalnızca qaqavuzlar və çuvaşlar Xristian dininə etiqad edən türk xalqlarıdır. Digərlərində isə Buddizmə, şamanizmə və ya İudaizm dininə sitayiş edənlər var. Uyğunluğu müəyyən edək. Mongoloid irqinə qütb ətrafı ərazilərdə, yəni A və Y ilə işarələnən ərazilərdə insanlar yaşayar. Avropoid irqinə Avropada və Avstraliyada yaşayan xalqlar aid olar, yəni B və D. Ekvatorial irqə isə C məntəqəsində olan insanlar aid olar. A ölkəsinin təsərrüfatında yaranan çətinliklər onun demoqrafik göstəricilərinə də təsir etmişdir. Əhalinin sayı 18,5 milyon nəfər, hər 1000 nəfərə düşən təbii artım 15 nəfər, ölkədən gedən, yəni immiqrantların sayı 320 min nəfər, immiqrantların sayı isə cəmi 1500 nəfər olmuşdur. Verilənlərə əsasən ilin sonunda təbii artımın və ölkə əhalisinin sayının nə qədər olduğunu müəyyən edək. Əgər əhali ümumi sayı 18 milyon 500 min nəfər olmuşsa və 1000 nəfərə təbii artım cəmi 15 nəfər olmuşsa, burada əhalinin ümumi artımı
277.500 nəfər olmuşdur. Yəni birinci şərtdə 277.500 yaza bilərik. Və ilin sonunda əhalinin ümumi sayını tapmaq üçün biz hal-hazırki 18.500.000 nəfərin üzərinə illik təbii artımı gələrik. Emigrantların sayından da immigrantları çıxıb onu da bu rəqəmin üzərinə gələrik. Yəni 18.500.000 üstə gələk 277.500 çıxaq 320.000 çıxılsın 1500. Cavab 18.459.000. 18.459.000. Verilənlərə əsasən ölkədə miqrasiya prosesinin səbəbini və istiqamətini müəyyən edək. Şərtdə də verildiyi kimi təsərrüfatda yaranan çətinliklər emigrantların iqtisadi çətinliklər səbəbindən ölkədən getdiyi görünür və istiqaməti xarici miqrasiya. Verilənlərə əsasən hansı növ işsizlik daha çox müşahidə olunur? Bildiyimiz qədər, əgər ölkədə təsərrüfatda yaranan çətinliklər varsa, kütləvi ixtisarlar baş verir. Bu isə dövri işsizliyə işarə edir.